Deməli, davam edirik 15-ci çalışma ilə. 15-ci çalışmamız məsələ tipli bir sualdır. Məsələ tipli suallarda uşaqlar bizdən yaxşı olardı ki, burada birinci şərtləri, yəni nələr verilib, onları qeyd eləyək. Daha sonra məsələnin həllinə keçək. Şərtləri, verilənləri düzgün şəkildə qeyd eləmək məsələnin yarısını həll olunması deməkdir. Ona görə də verilənləri biz düzgün şəkildə qeyd eləməliyik ki, məsələmizin gedişatı düzgün olsun. Deməli, yazırıq buradan nömrə 15, məsələmizin nömrəsi 15-dir. 15. Daha sonra yazırıq buradan verilir. Bizə nələr verilir, baxaq. 2 nöqtə. Deməli, baxaq burada, bizə deyir ki, bağdan 720 kiloqram alma yığdılır. Bir oxuyuruq cümləni təhlil edirik. Bağdan 720 kiloqram alma yığdılır. Baxın, deməli, bağdan yığılan meyvə. Yazıram. Bağdan yığılan meyvə. %720 kiloqram. Uşaqlar, məsələləri həll edərkən cümlə oxuyub onu təhlil edirik. Biraz xəttim, səliqəsizi tələsik yazıram, ona görə biraz səliqəsi alınır, ona görə üzrlü sayın. Deməli, bağdan yığılan meyvə 720 kiloqramdır. Daha sonra bizə növbəti məsələdə nədir? Deyir, bütün almaların 1/3 hissəsini yeşiklərə yığdılar. Deməli, uşaqlar, bu deməkdir ki, yeşiklərə yığılan meyvələr 720 kiloqram deyil. Yəni, bağdan nə qədər meyvə yığılıbsa, onun hamısı yeşiklərə yığılmıyor. Onun müəyyən bir hissəsi yığılıb. Həmin o hissə də 1/3 hissəsidir. Deməli, yazırıq buradan yeşiklərə yığılan meyvə. Yeşiklərə yığıldı. Deməli, ümumi meyvənin 1/3 hissəsini, yəni bütün meyvələrin bütün meyvələrin 1/3 hissəsini təşkil edir. Bütün meyvəmiz də 720 kiloqram olduğuna görə, deməli, bunun 1/3 hissəsini biz necə tapmalıyıq? Ədədin hissəsini taparkən, uşaqlar, ədədi vururduq hissə göstərən ədədə. Ona görə də burada biz 720-ni vururuq 3/1-ə. Yəni, bunu da bu formada yazdıq burada. Bütün meyvənin 3/1 hissəsini, yəni 720-nin 3/1 hissəsini, ədədin də hissəsini taparkən biz ədədi hissə göstərən ədədə vurmalıyıq. Deməli, daha sonra bizə nə deyir burada? Hər yeşikdədir 16 kiloqram bir meyvə oldu. Baxın burada. Deyir, hərəsində 16 kiloqram. 16 kiloqram olmaqla yeşiklərə yığdılar. Deməli, bir yeşikdə olan meyvənin çəkisi 16 kiloqramdır. Deməli, üçüncü yazırıq burada. Bir yeşikdə olan meyvə 16 kiloqram. Daha sonra burada nə verdi? Deyir, neçə yeşik bizə lazım oldu? Deməli, yeşiklərin sayını bilmirik. Yeşiklərin sayını. Yazır burada yeşik sayı sual işarəsi. Deməli, uşaqlar, bu formada biz verilənləri qeyd elədik. Hər birini. Daha sonra keçirik indi həllinə. Yazıram buradan həlli. Birinci uşaqlar, biz buradan tapmalıyıq yeşiklərə yığılan meyvələrin çəkisi nə qədərdir? Sual 1. Neçə kiloqram meyvə yeşiklərə yığıldı? Yığıldı. Deməli, bütün meyvənin 3/1 hissəsini təşkil edildiğinə görə uşaqlar, burada 720-ni vururuq 3/1-ə.
ədədin hissəsini taparkən dedik ki, ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Burada uşaqlar iki yolla həll etmək olar bu tipli kəsrləri. Ya ədədimizi sürətə vurub məxrəcə bölürük. Baxın, ədədi sürətə vurub məxrəcə bölürük və yaxud da ədədlə məxrəci ixtisar edirik. Hər iki halda düzgün cavabdır. Deməli, 720 ilə 3-ü ixtisar aparsaq, buradan 240 alınır. Daha sonra 240'ı 1'ə vururuq, edir 240, bölürük 1'ə, alırıq 240. Deməli, yeşiklərə yığılan meyvə 240 kiloqramdır. Yəni, 720 kiloqram meyvənin 240 kiloqramı yeşiklərə yığılır. Qalan isə qalır. Demək, ikinci sualımız, neçə yeşik lazım oldu? Neçə yeşik lazım oldu? Bu formada həll edərkən biraz video uzun olacaq, amma yenə də kim istəsə sürətli formada qoyaraq həllinə baxa bilər. Amma ümumi şəkildə getdiyimə görə formada gedirəm ki, hər kəsə münasib olsun, hər kəsə uyğun olsun. Ona görə uşaqlar, bacardığım qədər sualların hər birinin xırdağına getməyə çalışıram. Deməli, neçə yeşik lazım oldu? Yeşiklərin sayını tapmaq üçün uşaqlar bizdə nə edirik? Deməli, bir yeşiyə yığılan meyvəmizin sayını biz vurmalıyıq. Yeşiklərin sayını. Yeşiklərin sayı x-dır. Bəlli deyil. Ona görə x-dır. Bunu x-da yaza bilərik. Yeşiklərin sayı x-dır. Deməli, 16-nı vurmalıyıq biz yeşiklərin sayına. Çünki bir yeşikdə olan meyvəmizin 16 kiloqramdır. 16-nı vururuq. Biz yeşiklərin sayına bərabər edirik aldığımız bu meyvələrin sayına. Çəksinə, üzr istəyirəm. Deməli, yazırıq burada 16 vurulsun x bərabərdir 240 kiloqrama. Burada da məhsul vuruğun tapılması qaydasıdır. Məhsul vuruğu taparkən biz hasili bölməlidir məlum vuruğa. Deməli, yazırıq x bərabərdir 240 bölünsün 16. Buradan da 240-ı 16-ya bölərkən uşaqlar gəlin ağacda bölməklə hesablayaq. 240 bölünsün 16-ya. 2-nin içində 16 yoxdur, 24-ün içində 16-ya baxırıq. Bir dəfə yerləşir. Yazıram 16. 24-dən də 16 çıxanda, daha doğrusu 4-dən 6 çıxmaq olmur. Gedirəm 2-dən bir 10'luq alıb 4-ün üzərinə qoyuram. Olur burada 14. 14-dən də 6 çıxanda edir 8. Burada da 2-dən bir 10'luq alıb götürmüşdü. Ona görə burada 1 qalmışdı. 1-dən də 1 çıxdı, qaldıq 0. Burada da bir sıfırımız var. Onu da aşağı gətirdik. Deməli, 80-in içində 16-da uşaqlar 5 dəfə yerləşir. 5-i 6-ya vuranda 30, 0 yazıram. 3 yadda 5-i 1-ə vuranda 5, 3 yadda da burada elədir 8. Deməli, x-imiz bərabər oldu 15-ə. Deməli, cavab nədir? Cavab 15 yeşik lazım oldu. Lazım oldu. Ümid edirəm ki, bu sual aydın oldu. Davam edirik növbəti çalışma ilə. Burada bizə 16-cı çalışmada görək nə verilir. Deyir, tərəvəz mağazasına hər birində 16 kiloqram alma olan 22 yeşik və 8 eyni yeşikdə cavalı gətirdilər. Deməli, gətirilən meyvələrin birlikdə kütləsi 464 kiloqram olarsa, bir yeşikdə neçə kiloqram cavalı olduğunu tapın. Deməli, uşaqlar, burada da yenə biz cümlə oxuyuruq, məsələmizi təhlil edirik. Deməli, yazıram burada nömrə 16. Deyək ki, tərəvəz mağazasına hər birində 16 kiloqram olan 22 yeşik alma gətirdilər. Baxın, hər bir yeşikdə 16 kiloqram alma var və ümumi yeşiklərin də sayı 22 dənədir. Başa düşürsünüzmü? Deməli, bu formada deməli, mağazaya
22 yeşik alma gətirirlər və hər yeşikdə də almanın çəkisi 16 kiloqramdır. Deməli, uşaqlar, biz buradan ümumi almamızı neçə kiloqram gətirildiyini tapa bilərik. Deməli, yazırıq birinci, verilir. 2 nöqtə. Birinci, tərəvəz mağazasına gətirilən almanın çəkisi mağazaya gətirilən alma. Alma. Neçə kiloqramdır? Deməli, 16-nı biz vurmalıyıq 22-yə. 16-nı vurmalıyıq 22-yə ki, biz ümumi neçə kiloqram alma gətirildiyini tapa bilək. Deməli, yazırıq burada 16 vurulsun 22. Deməli, sonra deyir ki, və 8 eyni yeşikdən cavalı gətirdilər. Deməli, 8 yeşikdə cavalı gətirdilər. Amma cavalıdan bir yeşikdə neçə kiloqram cavalı olduğunu biz bilmirik. Baxın, 8 yeşikdə cavalı gətirdilər. Bir yeşikdə neçə kiloqram cavalı olduğunu bilmirik. Və ona görə də biz bunu bu formada qeyd edək ki, mağazaya gətirilən cavalı cavalı 8 vurulsun x. Yeşiklərin sayı 8-dir, amma bir yeşikdə neçə kiloqram cavalı olduğunu bilmirik. Ona görə 8 vurulsun x şəklində bunu qeyd edirəm. Daha sonra bizə burada nə verilir? Deyək, gətirilən meyvələrin birlikdə kütləsi 464 kiloqramdır. Deməli, cəmi mağazaya cəmi 464 kiloqram cəmi gətirilən meyvə. Qısa olsun deyə bu formada yazdım. Gətirilən meyvə 464 kiloqramdır. Bunu da qeyd elədik. Və deyir, bir yeşikdə neçə kiloqram cavalı olduğunu tapın. Dördüncü, bir yeşikdə olan cavalı. Sual işarəsi və yaxud da x qoyuruq. Burada da x yazmışam. Baxın, həmin o x da budur. Bir yeşikdə olan cavalı x-da və yaxud da sual işarəsi də qoya bilərsiniz. Daha sonra deməli, gəlin keçək indi həllinə. Həlli. Baxaq ki, biz birinci olaraq mağazaya neçə kiloqram alma gətirildi? Mağazaya neçə kiloqram alma, uşaqlar, mən çığ formasına qısa olsun deyə yazdım, siz bu formada açıq şəkildə yazmalısınız. Kiloqram alma gətirildi. Sual işarəsi. Deməli, 16 vurulsun 22 bərabərdir. Deməli, burada sütun vurmadan istifadə edərək gəlin tapaq 16-nı 22 əvranda neçə edir? Buradan vuracam. 16 vurulsun 22. Deməli, 2-ni 6-ya vururuq, edir 12, 2 yazıram bir yaddan. 2-ni 1-ə vurduq, 2, burada bir yaddamız var, elədi 3. 2-ni 6-ya vurdum, 12, 2 yazıram bir yadda. 2-ni 1-ə vurdum, 2, burada bir yaddan var, elədi 3. Toplayırıq. 2-nin aşağısı boşluq olduğu kimi düşür. 3-ün üstünə 2 gəlirik, 5 edir. 3-ün üstü boşluq olduğu kimi qalır. Deməli, elədi 352 kiloqram. Deməli, mağazaya gətirilən almanın çəkisi 352 kiloqramdır. Daha sonra, biz indi mağazaya gətirilən cavalı nə qədərdir, onu bilmirik.
İkinci sualımızı qoyuruq. Bir yeşikdə neçə kiloqram cavalı, oldu. Deməli, bir yeşikdə neçə kiloqram cavalı olduğunu tapmaq üçün uşaqlar. Baxın, biz ümumi, burada cəmimizi verib də bizim ümumdə mağazaya cəmsi gətirilən meyvənin çəkisi bizə verib 464. Demək ki, bu 464-dən biz birinci sualımızı uşaqlar belə qoya bilərdik, ikinci sualımızı. Bir yeşikdə yox. Deməli, mağazaya neçə kiloqram cavalı gətirdilər? Bunu bu formata qeyd edək. İkinci şərt sualımızı. Zaya neçə çığ cavalı gətirdilər? Deyirlər. Sual işarəsi. Deməli, neçə kiloqram cavalı gətirdiyini uşaqlar bu formada tapırıq. Deməli, 464 kiloqramdan biz çıxmalıyıq 352 kiloqramı. Çünki biz yerdə nə qalsa, buradan çıxanda nə qalsa, yerdə qalan meyvə bizim cavalımızın ümumi çəkisidir. Yəni, çünki bizə burada deyirdi ki, mağazaya cəmsi meyvə, gətirilən meyvələrin çəkisi 464 kiloqramdır. Bizə bu cəmi, yəni cavalı ilə almanın cəm çəkisi 464 kiloqram olduğuna görə, biz bu 464-dən biz almanın çəkisini çıxmalıyıq ki, yerdə nə qədər cavalımız olduğunu tapa bilək. Deməli, yazıram 464 çıxılsın, almamızda çəksin tapdıq 352 kiloqram, çıxılsın 352 bərabərdir. Gəlin 464-ü 352-ni çıxaq. Buradan çıxacam. 464 çıxılsın 352. 4-dən 2-nə çıxırıq 2 edir. 6-dan 5-ə çıxırıq 1 edir. 4-dən 3-ə çıxırıq 1 edir. Deməli, aldıq 112 kiloqram cavalı. İndi tapaq uşaqlar, üçüncü sualımızı qoyuruq, yazırıq. Bir yeşikdə neçə kiloqram cavalı var? Bir yeşikdə neçə kiloqram cavalı var? Bir yeşikdə neçə kiloqram caval olub tapmaq üçün uşaqlar? 8-i biz, baxın, burada vurduq x-a. 8-i x-a vurub, bərabər eləməliyik biz aldığımız cavalların çəkisini. 8 vurulsun x bərabər 112. Bərabər edilir 112. Deməli, burada da məhsul vuruğunun tapılmasıdır. Məhsul vuruğu taparkən hasili bölürdük, məlum vuruğa. 112 bölünsün 8-ə. X də bərabərdir. 112 ilə 8-ə bölmək üçün uşaqlar. Gəlin, ağaclı bölmədən istifadə eləyək. 112 bölünsün 8. Birincində 8 yoxdur, ona görə 11-incində 8-i axtarırıq. 11-incində 8 bir dəfə yerləşir. 1-i 8-ə vuranda 8, 11-dən 8-i çıxanda 3 alırıq. Burada bizim bir dənə 2-miz qalıb, bu 2-ni aşağı düşürürük, eləyir 32. 32-nin içində 8, 4 dəfə yerləşir. 4-ü vurduq 8-ə, 32 aldıq. Deməli, buradan aldıq 14 kiloqram. Deməli, cavabımız nə olur? Bir yeşikdə 14 kiloqram cavalı oldu. Belə. Ümid edirəm ki, uşaqlar, bu sualda sizə aydın oldu. Davam edirik növbəti çalışmamızla. 17-ci çalışmada nə deyilir bizə? Deyir, bazada 25 ton 200 kiloqram kartof var idi. Bazaya daha 4 ton 800 kiloqram kartof gətirdilər.
Bütün kartofu 6 tərəvəz mağazası arasında bərabər böldülər. Hər mağazaya neçə ton kartof düşdü? Deməli, bazada 25 ton 200 kiloqram kartof var idi. 25 ton 200 kiloqram kartof var idi və daha 4 ton 800 kiloqram kartof gətirdilər. Və bu bütün kartofu 6 tərəvəz mağazasının arasında bərabər şəkildə böldülər. Hər mağazaya neçə ton kartof düşdü? Deməli, uşaqlar, 17-ci məsələdə bizə nə verilir? Gəlin, baxaq, bir-bir təhlil eləyək. Verilir. Deməli, nə verilir bizə? Bir bazada 25 ton 200 kiloqram kartof var idi. Deməli, yazırıq buradan. Nə yazırıq? Deməli, birinci bazada olan kartof 25 ton 200 kiloqram. Yazırıq buradan 25 ton 200 kiloqram. Sonra deyir, bazaya daha 4 ton 800 kiloqram kartof gətirdilər. Daha 4 ton 800 kiloqram kartof gətirdilər. Yazırıq buradan bazaya gətirilən kartof. Bazı uşaqlar ambar sayılır. 4 ton 800 kiloqram. 800 kiloqram. Bu tadı. 4 ton 800 kiloqram. Kartof gətirdilər. Bütün kartofu 6 tərəvəz mağazası arasında bərabər böldülər. Kartofu yazırıq buradan. Kartofu bölündüyü mağazalar. Altı. Hər mağazaya neçə ton, hər mağazaya neçə ton kartof düşdü? Hər mağazaya düşən kartof x kiloqram. X kiloqram. Deməli, uşaqlar, bu formada verilənlərə qeyd edirik. Deməli, verilənlər olaraq nə qeyd edilir? Bazada 25 ton 200 kiloqram alma var, kartof var idi, onu qeyd elədik. İkinci olaraq verilənlərimizi qeyd edirik ki, bazaya daha gətirilən kartof, əlavə olaraq gətirilən kartofu qeyd edirik ki, 400 ton 800 kiloqramdır. Kartof neçə mağazanın arasında bölündüyünü qeyd edirik. Qeyd edirik ki, mağaza kartof 6, deməli, kartofun bölündüyü mağazalar 6 dənədir və hər mağazaya düşən kartofun çəkisi yazıq ki, 200 kiloqramdır. İndi isə gəlin həllinə keçək. Yazıram buradan həlli. 2 nöqtə. Birinci sualımız ondan ibarətdir ki,
Bazada cəmsi neçə kiloqram kartof oldu? Bazada cəmi neçə kiloqram kartof oldu? Deməli, əvvəl 25 ton 200 kiloqram var idi. Bazada cəmi neçə kiloqram kartof oldu? Əvvəl 25 ton 500 kiloqram, 25 ton 200 kiloqram var idi. 25 ton 200 kiloqram üstə gəlinsin 4 ton 800 kiloqram. 4 ton 800 kiloqram. Deməli, uşaqlar, burada hər birini kiloqrama çevirməklə də həll eləyə bilərik. Və yaxud da elə tonla kiloqram saxlayıb bu formada həll eləyə bilərik. 2 yolla həll eləyəcəm sizlərə. Bilmirəm, indi hər biriniz ola bilər ki, fərqli yolla hesablayasınız. Hər iki halda eyni cavab alınacaq. Deməli, buradan tonla tonu bir toplayıram. Yəni 25 ilə 4-ü bir toplayıram. Edir 29. Yəni 25-ün 4 gəldim, elədir 29. Yazıram belə 29 ton. 200-ün üzərinə 800 gəlirəm. Edir 1000. Demək ki, burada 1000 bir, yəni bunu alt-alta sizə bu formada yazım. 25 ton 200. Üzərinə gəlinsin 4 ton 800. Baxın uşaqlar, sondan əvvələ doğru gəlirik normalda 0, 0. Yəni düzdür, 0-ın 0 gələndə 0. 208 gələndə 17, 0 yazdım, 1 yadda. Deməli, buradan t-mızı yazdıq. Düzdürmü? Baxın, bu t-nı yazıram. Aha. T-nı yazdım bura. Bu da 0'dır. 0'ın üstündən 0 gəldi, 0 elədi. 0 üstündən 0 gəldi, 0 elədi. 2'nin üstündən 8 gəldi, 10 elədi. 0 yazdım, 1 yadda. Baxın, bu 1 yaddan buraya yazdım. Və sonra ton gəlir. Həmin bu tonun t-sını burada yazdım altından. Sonra gəlir buradan. 4'ün üstünə 5'i gəlir, edir 9. Burada da mənim 1 yaddan var idi uşaqlar. 9, onun da üzərinə bir 10'u gəlirəm, edir 10. 0 yazıram, yenə 1 yadda. 2 aşağısı boşdur, olduğu kimi qalır. Lakin mənim burada 1 yaddan olduğuna görə üzərinə gəlirəm, alıram 3. Deməli, uşaqlar, bu t-dan sonra baxıram ki, hər biri 0'dır. Ona görə bu 0'ları silirəm, alıram buradan 30 ton. Deməli, bunu yazırıq 30 ton. Ümid edirəm ki, aydın oldu. Və yaxud da digər yolla necə hesablayardıq? Buradan hər birini tona kiloqrama çevirərik. 1 tonumuz 1000 kiloqramdır. 1 tonumuz 1000 kiloqram olduğuna görə 25'i vururuq 1000'ə. Yəni yazırıq buradan ikinci həlli. Birinci su. Birinci su bu, ikinci su oldu. Deməli, bərabərdir. 25'i vururuq 1000'ə. Çünki 1 tonumuz 1000 kiloqramdır. 25'i vurduq 1000'ə. Üzərinə gəlirik. Bu 200'ü. Üzərinə gəlirəm 200'ü. Sonra bu üstə gəlməni burada yazıram. Üstə gəlinsin. Bu 4'ü yenə 1000'ə vururam. 1 tonumuz 1000 kiloqram olduğuna görə 4 tonumuz da 1000'ə vururam. Üzərinə gəlirəm. Bu 800 kiloqramı. 800 kiloqramı. Deməli, bərabərdir. 25'i 1000'ə vuranda edir 25.000. 25.000. Üstə gəlinsin 200. Saxladım yerində. 4'ü vururam 1000'ə edir 4000. 4000. Üzərinə gəlinsin 800. İndi uşaqlar, gəlin bunların hər birini toplayaq. 25.000 üzərinə 200 gələk. Baxın, buradan toplamadan istifadə edəcəm sizlərə. 25.000 üstə gəlinsin 200 elədi necə? 0'ın üstünə 0, 0, 0'ın üstünə 0, 0, 0'ın üstünə 2, 2 edir. 5'in aşağısı boşluq olduğu kimi aşağı düşür. 2'in aşağısı boşluq olduğu kimi aşağı düşür. 25.200 aldıq. Sonra gəlirəm buradan 4000'i götürürəm. 4000'i yazdım buradan. Baxın, 4000 yazdım. Üstə gəlinsin. 0'ın üstünə 0, 0 edir. 0'ın üstünə 0, 0 edir. 0'ın üstünə 2, 2 edir. 5'in üstünə 4, 9 edir. 2'nin aşağısı boşda olduğu kimi qalır və
düşür aşağı. Elədir 29200. İndi gələk bu 800-ü toplayaq. Yazıram buradan 29200 üstə gəlinsin necə 800. 0-ın üstünə 0, 0-dır. 0-ın üstünə 0, 0-dır. 2-ün üstünə 8 gələndə 17, 0 yazıram bir yadda. Burada 9-un aşağısı boşda olduğu kimi gəlir. Lakin mənim burada bir yaddan var. Ona görə olur 10 yazıram bir yadda. 2-nin aşağısı boşda uşaqlar olduğu kimi qalır. Amma bizim burada bir yaddamız olduğuna görə 10 da üstünə 1 gəlirəm. Alıram buradan 3. Deməli, aldım burada neçə? 30.000 kiloqram. 30.000 kiloqram. Aldım buradan bərabərdir. 30.000 kiloqram. 30.000 kiloqramı da uşaqlar təzdən biz tona qaytarsaq, 1000-ə bölməliyik. 30.000-də 1000-ə böləndə alırıq buradan 30 ton. Məsələmizin birinci sualının cavabı bu formadadır. Yəqin ki, uşaqlar aydın oldu. Bu birinci. Kim bu formada hesablayırsa belədir, həlli. Kim bu formada hesablayırsa bu formadan cavabı almış olur. Hər ikisinin cavab eynidir. Sadəcə fərqli yollarını hesablamadır. Gəlin keçək indi məsələnin ikinci şərtinə. Burada biz aldıq ki, bazada cəmi 30 ton kartofumuz var. İndi gəlin bu 30 ton kartofu 6 mağazanın arasında bölək. Tapaq görək ki, bir mağazaya neçə kiloqram kartof düşüb. Bizdə kartofu kiloqram nə istəyir? Tonla mı istəyirdi? Tonla istəyir. Buradan yazaq ton. Aha. Deməli, 30-u biz bölməliyik 6-ya. 30-u biz bölməliyik 6-ya ki, baxaq görək hər mağazaya neçə ton kartof düşüb. Davam olaraq buradadır. Deməli, yazırıq ikinci sual. Hər mağazaya neçə ton kartof düşdü? Hər mağazaya neçə ton kartof düşdü? Sual işarəsi. Deməli, uşaqlar, hər mağazaya ümumilikdə 30 tonun 6 mağazaya bölünübsə, 30 ton kartofumuz 6 mağaza arasında bölübsə, biz artıq hər mağazaya neçə ton kartof düşdüyünü tapa bilərik. Deməli, ümumi çəkimiz 30 ton oldu. 30-u bölürük 6-ya. Alırıq ki, burada 36-ya bölündə 5 edir. Demək ki, hər mağazaya bizim 5 ton kartof düşmüş oldu. Deməli, cavabımızda cavab 2 nöqtə hər mağazaya 5 ton kartof düşdü. Belə. Ümid edirəm ki, bu sualda sizlərə aydın oldu. Yenə uşaqlar, harada bir çətinliyiniz olsa, sualınız yaranarsa, başa düşmədiniz hiss olarsa, şərh bölməsinə yaza bilərsiniz. Və ya bizim WhatsApp kanalına və yaxud da Telegram kanalına qoşularaq oradan da suallarınızı ünvanlaya bilərsiniz. Deməli, davam edirik 18-ci çalışma ilə. Burada bizə nə verir? Deyir, aralarındakı məsafə 459 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 avtobus yola düşdü. 3 saatdan sonra onlar görüşdülər. Onlardan biri saatda 70 kilometr sürətlə gedirdi. İkinci avtomobilin sürətini tapın. Deməli, 2 dənə şəhərdir uşaqlar. Baxın, 2 dənə şəhərdir. Fərz edək ki, bu bizim birinci şəhərimizdir. Bu da bizim ikinci şəhərimizdir. Buradan hər iki şəhərdən avtomobil yola düşür. Qarşı-qarşı hərəkət edirlər. Deməli, buradan yola düşən bu birinci avtomobil, bu da ikinci avtomobil olsun. Buna birinci qeyd edirəm, buna da ikinci avtomobil qeyd edirəm. Deməli, bunların şəhərlərin arasındakı məsafə 459 kilometrdir. Baxın, bu məsafə 459 kilometrdir.
kilometr. Km. 459 kilometrdir. Onlar 3 saatdan sonra görüşdülər. Tutaq ki, müəyyən bir məsafə gəldilər, bura kimi gəliblər və burada görüşüblər. Bu da 3 saatdır. 3 saat. 3 saat. Yazıram, baxın, tutaq ki, gəldilər, burada görüşdülər. Belə bir formada qeyd edirəm. Tutaq ki, burada görüşdülər və həmin bu görüşdükləri yerə kimi 3 saata gəldilər. Deyək ki, bu avtobuslardan biri saatda 70 km sürətlə gəlib. Tutaq ki, birinci avtomobilimiz 70 km saat sürətlə gəlib. İkinci avtobusumuz isə bilmirik. Bu isə x kilometr bölünsün saat. Vaxta kimi gəlib. Sürətlə gəlib. İndi gəlin uşaqlar. Bizdən ikinci avtomobilin sürətini soruşur. Verilənləri qeyd eləyək. Nə verilir bizə? 2 nöqtə. Deməli, birinci yazaq şəhərlər arasıncı məsafə. Şəhərlər arasındakı məsafə. $459 kilometrdir. Bunu qeyd elədi. 459 kilometr. Sonra birinci avtomobilin sürəti 70 kilometr saatda 70 kilometr sürətlə gəlib. İkinci olaraq deməli görüşdükləri saat. Bunu qeyd eləyək. Daha sonra keçək sürətə. Görüşdükləri saat. 3'dür. 3 saatdir. Üçüncü olaraq qeyd edirik. Birinci avtobus. Birinci avtobus sürəti 70 kilometr bölünsün saat sürətindən gəlib. İkinci avtomobilin sürətini bilmirik. İkinci avtobusun sürəti x kilometr bölünsün saat. Belə. İndi gəlin həllinə keçək. Həlli. Deməli uşaqlar, birinci olaraq biz tapmalıyıq ki, 3 saatdan sonra bunlar görüşüblər və bu görüşdükləri yerə kimi bunlar nə qədər yol gediblər. Baxın burada bizə birinci avtobusumuzda deməli bizə verilib sürəti və zamanı. Yəni bu bizdə V-dir, bu da T-dir. Bunun qarşısını belə də qeyd edə bilərik. V bərabərdir buna. V bərabərdir buna. Buna da yazaq T bərabərdir. Bu T ümumidir. Hər ikisinə aiddir bu T. Amma V isə birinci avtobusa aiddir. Deməli uşaqlar, buradan yazırıq. Bu birinci avtobusun bizə verilənlərlə istifadə edib, birinci avtobus 3 saata bu sürətdə nə qədər yol gedib onu tapaq. Yazırıq birinci avtobus. Birinci avtobus neçə kilometr yol getdi? Yol getdi. Mən qısa olsun deyə km yazmışlar. Km yazmırsınız, kilometri açıq şəkildə yazırsınız. Getdi. Sual işarəsi. Deməli, bizdə sürətimizi tapmaq üçün V bərabərdir S bölünsün T düsturundan istifadə edirdik. V bərabərdir S bölünsün T-yə. Buradan da S-imizi tapsaq, yəni S yol idi, T zaman idi, V də sürət idi.
E-si, yəni gedilən yol bərabərdir. V vurulsun T-yə. Gətirib indi verilənləri yerinə qoyuruq. Buradan getmişdir və 3 saatdır. Gətirib qoyuruq yerinə. Bərabərdir. Sürətimiz 70-dir. Zamanımız da 3-dür. Yəni T-miz də 3-dür. 70-i də 3-ə vuranda edir 210. Demək ki, birinci avtobus 210 kilometr yol getdi. İndi gəlin tapaq, ikinci avtobus neçə kilometr yol getdi? İkinci avtobus neçə kilometr yol getdi? Sual işarəsi. İndi buradan ikinci avtobus neçə kilometr yol getdi? Gəlin də bunu tapaq. Bizə birinci avtobusun sürətini tapdıq. Ümumi olaraq şəhərlər arasındakı məsafə baxın 459 kilometrdir. Deyək ki, bu bizim birinci avtobusumuz bura kimi gəlib 210 kilometr. Baxın, 210 kilometr gəldi bura kimi. Görürsünüzmü? Yolun bu hissəsinə gəldi 210 kilometr. İndi uşaqlar, bizim yerdə nə qədər məsafəmiz varsa, həmin o məsafə də bizim ikinci avtobusumuzun gəldiyi məsafədir. Aydındır? İkinci avtobusumuzun gəldiyi məsafədir. Buna görə də bunların ikisini cəmləyib bərabər edəcəm 459. Yəni 459-dan çıxacam 212. Tapım ikinci avtomobil nə qədər yol gəlmiş olub. Deməli yazırıq buradan. Yazırıq. Deməli, məsələmizin sualı buradaydı. Yanaşı qoyum. Deməli, 459 çıxılsın 210. Bərabərdir. 459-dan da 210-a çıxan uşaqlar. Gəlin sütun çıxmadan istifadə edək. Sizlərə tam aydın olsun. Deməli, yazılan buradan 450 çıxılsın 210. Baxın, 0-dan 0-a çıxıram, edir 0. 5-dən 1-i çıxıram, edir 4. 4-dən də 2-ni çıxıram, alıram 2. Demək, cavabımız elədi 240. 459 kilometrindən 240 kilometrini ikinci avtobus getmişdir. Deməli, bu hissəmizdə oldu 240 kilometr. 40. Aha, deməli uşaqlar, indi bizim də ikinci avtobusumuzun getdiyi məsafə var. Sonra getdiyi zamanımız var. İndi biz bunlardan istifadə edib sürətini tapa bilərik. Deməli, üçüncü sualımızı qoyuruq. Yazırıq buradan, 3 qoyub yazırıq. İkinci avtomobil avtobus, daha doğrusu avtobus neçə kilometr saat sürətlə ikinci avtobus neçə kilometr saat sürətlə hərəkət etmişdir. Və yaxud da belə qoya bilərik sualı. İkinci avtobus getdiyi yolu neçə kilometr saat sürətlə getmişdir. Hər bir halda doğrudur. Deməli, yazırıq buradan. Yenə V bərabərdir S bölünsün. T düsturumuzdan istifadə edirik. Deməli, bizim S-imiz var. Gedilən yolumuz 240-dır. 240-dır. Zamanımız, yəni T-miz 3-dür. Və buradan istifadə edib biz V-ni tapırıq. 240-ı bölməliyik 3-ə. 240-ı 3-ə böləndə uşaqlar burada 80 alınacaq. 80 gəlin baxaq. 240 bölünsün 3. 2-nin içində 3 yoxdur. Ona görə 24-ün içində 3 axtarıram. 24-ün içində 3 8 dəfədir. 8-i 3-ə vuranda 24 edir. Aldıq buradan 0. Artıq burada bir qalxımız qalmadığına görə bu 0-ı gətirib burada yazırıq. Aydındır mı? Deməli, cavabımız oldu 80 kilometr bölünsün saat. Yazırıq buradan cavab. İkinci avtobus
avtobus yolu 80 kilometr bölünsün saat sürətlə getmişdir. Ola bilər ki, xəttimdən uşaqlar nəsə anlaşılmasın, amma sözlə də ifadə edirəm ki, sizlərə çətinlik qalmasın. Ümid edirəm ki, bu məsələdə sizlərə aydın oldu. Davam edilir növbəti çalışma ilə. 19-cu çalışmada burada bizə nə verilir? Qatar 8 saat 600 km yol getməli idi. Qatar 280 km məsafəni 70 km saat sürətlə getdi. Qatar təyin olunmuş yerə vaxtında çatmaq üçün qalan məsafəni hansı sürətlə getməli idi? Deməli, yazırıq burada nömrə 19. Demək, qatar 8 saata 600 km yol getməli idi. Lakin bu 600 km yolun 280 kilometrini 280 km yolunu 70 km saat sürətlə getdi. Hansı sürətlə getməli idi? Deməli, qatar 8 saat 600 km yol getməli idi. Qatar 280 km məsafəni 70 km saat sürətlə getdi. Təyin olunmuş yerə vaxtına çatmaq üçün qalan yolu nə qədər sürətlə getməli. Deməli, uşaqlar, bizə qatar üçün müəyyən bir məsafə təyin olunub. Həmin məsafəmiz 600 km-dir və həmin yolu 8 saata getməlidir. Qatar bu 600 km yolun 280 km-ni saatda 70 ilə gedib. Qalan yol nə qədərdirsə, həmin o yolu nə qədər vaxtda getməlidir ki, qatar getdiyi yerə çatmaq üçün 8 saatdan gec olmasın. Gəlin buradan nə verilir bizə? Onları burada qeyd edək. Deməli, yazıram, burada verilir. Birinci burada nə qeyd etməliyik? Qatar ümumi getməli olduğu yol, qatarın ümumi getməli olduğu yol 600'dür kilometr. Qatar yolu getməli olduğu zaman qatarın ümumi yola sərf etməli olduğu zaman 8 saat. Daha sonra deməli, qatar müəyyən kilometr məsafəni 70-dən gedir. Deməli, üçüncü olaraq qatarın getdiyi yolun bir hissəsi. Yolun bir hissəsi 280 kilometr
qatarın deməli 280 kilometr yola sərf etdiyi sürət. Sürət deməli hansı sürətlə gedib, onu qeyd edirik. 70 km bölünsün saat sürətlə hərəkət edib. 70 km bölünsün saat sürətlə hərəkət edib. Deməli, bunu da qeyd elədik. Deyir, qatar təyin olunmuş yerə vaxtına çatmaq üçün qalan məsafəni hansı sürətlə getməli idi. Deməli, 5-ci olaraq qalan məsafə x-dır. Bilmirik. Sonra 6 qalan məsafəni getdiyi sürət. Bu da x-dır, bilmirik neçədir. Deməli, indi uşaqlar, keçək həllinə. Yazırıq həlli. 2 nöqtə. Bir qoyub yazırıq. Deməli, birinci baxaq uşaqlar. Qatar ümumi yolun 380-ına gedib, düzdürmü? Yerdə bizim nə qədər zamanımız qaldı, nə qədər yolumuz qaldı? Gəlin onu tapaq. Qatar daha neçə kilometr getməlidir ki, təyin edilən ünvana çatsın. Təyin edilən ünvana çatsın. Deməli, təyin edilən ünvana çatsın. Deməli, burada yazırıq. Ümumi olaraq yolumuz 600 km idi. Biz 600 km-dən qatarın getdiyi yolu çıxırıq. Deməli, 600-dən 280-ə çıxmalıyıq. Gəlin, sütun çıxmadan istifadə edirik. 600-dən çıxırıq 280-ə. 0-dan 0 çıxırıq, 0 edir. 0-dan 8-ə çıxmaq olmur. Gedirəm 6-dan 1 onluq alıram, qoyuram 0-ın üzərinə. Olur burada 10. 10-dan 8-ə çıxırıq, edir 2. Buradan 1 onluq götürdüyümüzə görə 5 qaldı. 5-dən 2-ni çıxanda aldıq 300. Deməli, alırıq buradan 320 kilometr. İndi uşaqlar, ikinci olaraq sualımızı belə qoya bilərik. Demək, qatarın sərf etdiyi zamanı gəlin tapaq. Sərf etdiyi zamanı. ...280 kilometr qatar 280 kilometr məsafəni nə qədər vaxta getmişdir? Vaxta getmişdir. Sual işarəsi qoyduq, yazırıq. Deməli, onun bizə verib, S-ni verib uşaqlar. Sonra V-sini də bizə verib. Baxın, 80 ilə 70 verib bizə. S ilə V-sini verib bizə. Deməli, T-ni tapmaq üçün düsturumuz nə idi? V bərabərdir, S bölünsün T. Yəni, sürət bərabərdir, gedilən yol bölünsün zaman. Buradan da T-ni tapsaq, T bərabərdir, S bölünsün V alırıq. Yəni, gedilən yol bölünsün sürətə. Gətirib verilənə yerinə qoyuruq. Sürətimiz 70-dir. Gedilən yolumuza 280-dir. 280 bölünsün 70. 280-i 70-ə böləndə uşaqlar buradan 4 alırıq. Bərabərdir 4 saat.
Demək, uşaqlar 280 kilometr məsafəni qatar 4 saata getmişdir. İndi gəlin tapaq. Deməli, nə qədər zamanımız qaldı? Qatarın nə qədər qalan yolu getmək üçün qatarın qalan yolu getmək üçün nə qədər vaxtı qaldı? Sual işarəsi. Deməli, ümumi zamanımız 8 saat idi. 8 saatdan uşaqlar bu 4 saata çıxırıq. Qalır burada 4 saat. Demək ki, qatar qalan 320 kilometr məsafəni qatar 4 saata getməlidir. 4 saata getməlidir. İndi gəlin tapaq görək, qatar hansı sürətlə getməlidir? 4-cü sual, qatar qalan 320 kilometr məsafəni hansı sürətlə getməlidir? Sürətlə getməlidir. Sual işarəsi. Deməli, yenə burada bizim uşaqlar məsafəmiz var, saatımız var. İndi gəlin sürəti tapmayıq. Sürət, yəni V bərabərdir. Gedilən yol, yəni S bölünsün zamana, yəni T-yə. Sürət bərabərdir. Gedilən yol bölünsün zamana. V bərabərdir. S bölünsün T-yə. Bərabərdir. Gedilən yolumuz 320-dir. Zamanımız 4-dür. 320-ni böləcək 4-ə, böləcək 80. Kilometr bölünsün saat. Bizdən də nə istəyir uşaqlar? Qatar təyin olmuş vaxtda çatmaq üçün qalan məsafəni hansı sürətə getməli idi? Yazırıq cavab. Qatar təyin olunmuş yerə çatmaq üçün qalan yolu 80 kilometr bölünsün saat sürətlə hərəkət etməlidir. Etməlidir. Ümid edirəm ki, bu sualda hər birinizə aydın oldu. Gəlin keçək 20-ci çalışmaya. 20-ci çalışmada burada bizə nə verilir? Deməli, Səmra tərəfi 3 cm olan 15 ədəd kvadrat formalı rəngli kağızı eyni sayda olmaqla 3 cərgədə ağ kağızın üzərinə yapışdıraraq bir düzbucaqlı düzəltdi. Bu düzbucağının perimetrini və sahəsini tapın. Deməli, nömrə 20. Deməli, Səmra burada bir dənə düzbucaqlı çəkirik. On 15 dənə kvadratdır. 15 dənə buradan kvadrat çəkəcək. Baxın, deyir ki, Səmra tərəfi 3 cm olan 15 ədəd kvadrat formalı rəngli kağızı eyni sayda olmaqla 3 cərgədə. Baxın, 3 cərgədə düzdür. Bu bizim birinci cərgəmiz. Görürsünüzmü? Bu bizim ikinci cərgəmiz. Bu da bizim üçüncü cərgəmiz. Gördünüzmü? Və bərabər sayda. 15 dənə kvadrat oldu burada. Baxaq. 1, 2, 3, 4, 5. 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15. 15 dənə kvadrat oldu. Bəli. İndi bizə deyir ki, bu düz bucaqlının
perimetri və sahəsini tapın. Yəni, burada bizim, görürsünüz, bir dənə düzbucaqlımız əmələ gəldi. Və bizə uşaqlar deyir ki, kvadratın, hər bir kvadratın tərəfi 3 cm-dir. Biz də bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Bura 3 cm-dir, bura 3 cm-dir, bura 3-dür, bura 3-dür, bura 3-dür və s. Bütün hər biri 3 cm-dir. Yəni, burada 3 yazıram, burada 3 yazıram, burada 3 yazıram. 3 yazıram. Sonra burada 3-dür. Daha sonra burada 3-dür və burada 3-dür. İndi bizə kvadratımızın, baxın, tərəflərindən bundan istifadə edib düzbucağımızın eni və uzunluğunu tapaq. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə 3-dür. 5 dənə 3-ü cəmləməliyik və yaxud da 5-i vurmalıyıq 3-ə. Yazırıq, kvadratın, deməli, düzbucaqlının uzunluğu, düzbucaqlının uzunluğu. Uzunluğu nə qədərdir? Sual işarəsi. Deməli, 3 vurulsun 5, 3 vurulsun 5 bərabərdir 15 cm. 15 cm. Daha sonra eni, düzbucaqlının eni yazırıq buradan. İkinci düzbucaqlının eni nə qədərdir? Deməli, baxın, enində də 1, 2, 3 dənə 3 oldu. Deməli, yazıram, 3 vurulsun 3-ə. 3-ü də 3-ə vuranda alırıq burada 9 cm. 3 vurulsun 3. Aldıq buradan 9 cm. Deməli, düzbucağımızın uzunluğu 15-dir. Bura 15-dir. Bura 15-dir. Bura isə 9-dur. Baxın, qırmızı ilə yazıram. Bura isə 9 cm-dir. Sım. İndi uşaqlar, düzbucaqlının eni ilə uzunluğu bizə verilibsə, tapdıqsa, deməli, artıq düzbucağımızın sahəsini və perimetrini tapa bilərik. Gəlin, düzbucaqlının sahəsi nə qədərdir, onu tapaq. Düzbucaqlının sahəsi nə qədərdir? Sual işarəsi. Düzbucağın sahəsi tapmaq üçün S bərabər tərəflərin hansına bərabərdir? Yəni, A vurasın B-yə. A-mız 15, B-miz də 9 olarsa, 15-i vurarıq 9-a, alarıq nəyə bərabərdir? Gəlin, burada vuraq, 15-i vuraq 9-a. 9-u 5-ə vuranda 45, 5 yazılıq 4 yata, 9-u 1-ə vuranda 9, burada 4 yatamız var, elədir 13, 135 kvadrat santimetr almış olduq. İndi gəlin, düzbucaqlının perimetrini tapaq, 4-cü. Düzbucaqlının perimetri nə qədərdir? Nə qədərdir? Sual işarəsi. Perimetrə. Düzbucağlının perimetrini tapmaq üçün P bərabərdir. 2 vurulsun. A üstə gəlinsin. B üstünü tapırdıq. O da bərabərdir. 2 vurulsun. A ilə B-nin yerinə 9 və 15 olduğuna görə 15 üstə gəlinsin. 9 yazdıq. Bərabərdir. Birinci mötərizənin içərisini həll edirik. 15 ilə 9-u cəmləyəndə alırıq buradan 24. 9-un üstünə gəlin. Baxaq. 15. Üstə gəlinsin. 9. 9-un üstə 5 gəlir. Elir 14. 14, 4 yazılıq bir yadda. Burada 1-in aşağısı boşdur. Uşaqlar oldu kimi qalır. Amma bizim burada bir yaddamız var. 10 da üzərinə 2 gəlir. Aldıq buradan 24. Deməli, aldıq buradan 2 vurulsun 24. 2-ni də 24-ə vuranda alırıq 48. Yəni, gəlin, bax, 24-ü 2-yə vururam burada sizlər üçün. 2-ni 4-ə vururuq, elir 8. 2-ni 2-yə vururuq, alırıq 4. Gördünüz mü? Aldıq 48 santimetr. Deməli, cavabımız oldu nə? Düzbucağının sahəsi 135 kvadrat santimetr, perimetri də 48 santimetr almış olduq. Ümid edirəm ki, uşaqlar, bu sualda hər birinizə aydın oldu. Yenə də uşaqlar, hər hansı bir sualınız olarsa, sizə qaranlıq qalan, çətin olan hər hansı bir sualınız olarsa, şərh bölməsinə mütləq yazın. Mən ora geri dönüş edib sizin suallarınızı cavablandıracağım və ya bizim ödəniş dərsləri təşkil etdiyim qruplara, kanallara daxil olaraq həmin kanallardan da yararlanaraq və eyni zamanda da suallarınızı müzakirə qrupuna da verib bilərsiniz.